Beyninizin qocalmasını istəmirsinizsə, bu 5 qaydaya mütləq əməl edin. 1. Zehni məşqlər edin. Beyni aktiv tutmaq üçün müəyyən bir fəaliyyətlə məşğul olmaq vacibdir. Bura aiddir hansısa bir dil öyrənmək, musiqi aləti çalmaq, yaxud da ki, məntiq testləri sizin beyninizin aktiv qalmasına kömək edəcək. 2. Fiziki aktivliklə məşğul olun. Gündəlik olaraq etdiyimiz fiziki fəaliyyətlər bizim qan dövranımızın sürətlənməsinə səbəb olur. Bu da ki, beyində qocalma prosesini ləngidir. 3. Sağlam qidalanın. Beyin sağlamlığı üçün antioksidantlarla zəngin olan meyvə və tərəvəzlər, xüsusilə də omega-3 yağ turşuları ilə zəngin qidalar qəbul eləsəniz, bu beyin fəaliyyətinizə müsbət təsir göstərəcək. Bir də ki, yüksək yağlı və şəkərli qidaları da rasiondan çıxarmağı unutmayın. 4. Sosial əlaqələr qurun. Dostlarınızla birlikdə vaxt keçirmək, yaxud da ki, onlarla telefonla danışmaq sizin beyin fəaliyyətinizə çox müsbət təsir göstərir. Bunları unutmayın. Və nəhayət 5. Yuxu və stresi idarə etməyə çalışın. Kifayət qədər yuxu yatmaq sizin beyin hüceyrələrinizin yenilənməsinə, lakin çoxlu stresə məruz qalmaq isə əksinə beyin hüceyrələrinizin ölməsinə səbəb olur. Çalışın ki, həyatınızdan stresi tamamilə çıxarasınız. Sadaladığımız bu məsləhətlərə əməl etsəniz, beyin sağlamlığınızı qoruya bilərsiniz. Videolarımızın davamının gəlməsini istəyirsinizsə, kanalımıza abunə olmağı və videolarımızı da bəyənməyi unutmayın.